Salamlar, sizi Cənubi Koreya mərkəzindən salamlayıram. Heç düşündünüzmü, niyə Cənubi Koreya dünya gözəlliyinin bir növ brendi oldu? Məhz Koreya, yəni Avropa yox, məsələn İtaliya yox, Almaniya yox və yaxud da ki, dünyanın gözəlliyi brendi olan Fransa yox, məhz Koreya. Bunun müxtəlif səbəbləri var, gəlin onlarla bir-bir tanış olaq. Birinci səbəb mədəniyyət və sosial mühit. Cənubi Koreyada gözəl olmağa məcbursan bir növ, belə deyim. Çünki iş həyatında, biznesdə, intervyulərdə və digər şəxsi həyatında belə gözəl insanlar bir növ daha qabaqdadırlar, daha uğur qazana bilirlər və həyatda bir sıfır öndə başlayırlar, belə deyim, Koreya mədəniyyətində. Ona görə Koreyada dəri gözəlliyi çox önəmlidir, nəinki makyaj vasitələri, belə. İkinci səbəb innovasiya və daxili rəqabət. Koreya markaları bir-biri ilə aşırı rəqabətdədirlər, hansı ki, hər zaman yeniliklər etməyə məcburdular. Yəni dünyaya ilk olaraq ilbiz kremi, snail cream, kollagen, jenşen bu məhsulları və bu tərkibləri Cənubi Koreyalılar gətirib dünya brendinə. Ona görə Cənubi Koreya bazarında sağ qalmaq üçün yenilik eləmək və daimi tərkibini gücləndirməyə məcbursan. Üçüncü ən böyük səbəblərdən biri dəri institutlarına, yəni dermatoloji elminə qoyulan yatırımlar və araşdırmalardır ki, hansı ki Koreya institutlarında hər gün yeni araşdırmalar aparılır, yeni dərin tərkibi öyrənilir və buna xüsusi yatırımlar ayrılır. Hansı ki, ultrasəxti texnologiyası, fermentasiya, mikrobalonluqlar kimi yeni bir növ innovasiyalar hamısı Cənubi Koreyadan çıxıb və dünyaya yayılıb. Dördüncü səbəb qiymət və keyfiyyət balansı, yəni price and performance. Koreya brendləri ucuz və münasib qiymətə yüksək keyfiyyət təqdim edir. Nəinki Avropa kimi, yəni bir növ lüks image satmır, real nəticə satır. Bu da yəni qiymət münasib, keyfiyyət uyğun, bərabərdir qlobal uğurun simvolu və düsturu. Beşinci hamımızın bildiyi səbəb marketing, yəni K-pop, K-drama, Koreya filmləri, musiqiləri və bir çox Koreya entertainment sahəsi dünyada birinci oldu, trend oldu və hamı onların üzərinə baxdı ki, bunlar gözəldir və dəliləri ağdır və bununla bərabər Instagram və sosial mediada Koreya brendlərinin rizləri bir növ viral olandan sonra artıq Koreya brendləri dünyaya tanınmağa başladı. Və son olaraq onu demək istəyirəm ki, Koreya gözəllik sənayesi, K-beauty heç də təsadüf deyil, uzun müddətli strategiya nəticəsidir, hansı ki öz bəhrələrini indi verməyə başlayır. Bununla bağlı daha ətraflı video istəyirsinizsə şərhlərdə yazın, ətraflı videolar gəlsin. Çox sağ olun, minnətdarım.